Tutulma vaxtı günəşin öz kütləsində bir yaşıllıq, yaşıl rəng var idi. Bu onun bütün dairəsi boyunca görünürdü. Ümumi halda yaşıl rəng yaranışın hissi olan, elə bil ki, spektral çalarlığıdır. Yəni yeni yaranışdır. Yeni yaranış zərrədə təyin olunur. Deyək ki, bitkilər aləmi üçün. Günəşdəki bu yaşıl işıq da başladı yeniliyə xidmət etməyə. Günəş o anlarda böyük yaradanın məkanı ilə bir oxda dururdu. Ona görə də günəşin rəngində yaşıllıq var idi. O yaşıl rəng açıq idi ya tünd? Tünd yaşıl. Mavidən bir balaca tünd olan göy rənglə qarışıq kimi idi. Göy rəng özünü az bildirirdi. Günəşdə həm də ağlıq da var idi. Ona ağlıq gəlirdi. Deməli, paçlanma üç rəngin üstündə idi. Bunlar hislənmiş qara şüşə ilə və yaxud qara şüşəli eynəklə baxılsa görünməz. Özü də üzü nüvədən başlamış, qabığına qədər mantiyada, dalğavarı olsa da bir qarışıqlıq var idi. Yəni günəşin mantiyasında konusvari spiral yaylar kimi burulğanlıq var idi. Günəşin öz nüvəsi dediklərimizdən bilirsən ki, ağdır. Bu ağ nüvə elə bil ki, həmin vaxt böyümüşdür. Diametri adi halındakına nisbətən böyük idi. Nüvənin rəngi həddindən artıq ağarmışdı. Adi halından da çox ağ idi və nüvənin özü işığı kütləyə, mantiyaya saçıb yayırdı. Günəşin nüvəsi və mantiyası özlüklərində bir həmvəhdətlikdə idi. Və nüvə kütləyə bu gördüyümüz adi zərrəli günəş işığı deyil. Ancaq və ancaq ağlıqda olan ağ işıq saçırdı. Beləliklə günəş özünü paçlandırırdı. Bütün bunları bizim gözlərimiz görməz. Ağ işıq zərrələrini və günəşin daxilindəki prosesləri bizim aramızda yalnız sən görə bilirsən. Yaşıl rənglə göy rəng qarışığı günəşin bütün kütləsi boyu özünü göstərirdi. Yox, yalnız onun üst qatında, qabığında idi. Bu qabığın qalınlığı təqribən 12-15 kilometrə qədərdir. Deməli, bu qabıqda, lap üst qatda imiş. Qabığın lap üst qatında idi. Mərkəzində isə nüvə yeniləşirdi. Mantiyadakı ərintilərin özü təmizlənib yeniləşirdi. Lava ətrafa 10-100 kilometrlərlə axır və demək olar ki, yolda öz ağ rəngini dəyişmir. Bu məsafənin axırında birdən-birə boz rəngli, bərkimiş halda olur. Kraterlərlə üzə qalxan bu ərinti yer vulkanlarının üzə çıxardığı ərintilərdən temperaturuna və işıqlığına görə çox fərqlidir. Günəşdəki lavanın işıq verimi lap çox, temperaturu isə sən deyən dərəcədə yüksək deyil. Yerin nüvəsinin aktivliyi günəşin nüvəsinin aktivliyinə nisbətən zəifdir. Ona görə də yer lavalarındakı işıqlıq çox aşağıdır. Spektrində qırmızı çalalı, yəni yandırıcılığı isə çoxdur. Günəşin də, yerin də və digər planetlərin də hərəsinin öz xassələri var. Bəli, nağıllamısan, bilirəm. Onu da bilirəm ki, müasir astronomların, astrofiziklərin Günəş və ulduzlar haqqındakı təsəvvürləri tamamilə bundan fərqlənir. Onlar hesab edirlər ki, Günəşin səthi 6000 Kelvinə qədər qızmış, nüvəsində isə bu temperatur 15 milyon Kelvindir. O kütləsinə görə təqribən 89-90% hidrogendən, 9-10% helyumdan, 1-2% isə ağır atomlardan ibarətdir. Və bunların hamısı iyonlaşmış qaz xassəli plazmadan ibarətdir. Yerin orta sıxlığı 5,5-10^6 qram bölü kubmetr, nüvəsində 11,6 qram bölü kubmetr olduğu halda, Günəş maddəsinin orta sıxlığı 1400 kiloqram bölü kubmetrdir. Onlar həm də hesab edirlər ki, Günəşin xarici qatında sıxlıq bu orta qiymətdən milyonlarla dəfə az, mərkəzində isə 100 dəfə böyükdür. Təzyiq mərkəzdə 2,18 paskal, radiusunun yarısına bərabər dərinlikdə isə təqribən 6,6-10^13 paskaldır. Yəni atmosfer təzyiqindən təqribən milyard dəfədən böyükdür. Yerin kütləsi 6,27 qram olduğu halda, Günəşin kütləsi yerinkindən təqribən 330 min dəfə çoxdur və 2,33 qrama bərabərdir. Yerin ekvatorial diametri 12.756 kilometr, 1.392.000 kilometrdir. Yəni yerinkindən təqribən 109 dəfə böyükdür.
Günəşin bütün parametrlərini astronomlar hesabat yolu ilə almışlar. Hesaplamada əsas şərtlərdən birisi olaraq onu qəbul etmişlər ki, yerin atmosferindən kənarda Günəş şüalarına perpendikülər qoyulmuş 1 kvadrat metr səthə 1,36 kilovat Günəş şüalanma enerjisi düşür. Bu ədədi radiusu yerdən Günəşə qədər olan məsafəyə bərabər olan kürə səthinin sahəsinə vurmuş. Günəşin tam şüalanmasının öz səthindəki gücünü, yəni onun işıqlığını almışlar ki, bu da təxminən 4,23 kilovata bərabərdir. Sonra qəbul etmişlər ki, ölçüsü Günəşin ölçüsünə bərabər olan cisim 6000 Kelvin temperatura qədər qızdırılsa, bu cür şüalanar. Temperaturun bu qiyməti Günəşin yuxarıda sadalanan bir çox parametrlərinin hesablanması və qəbul edilməsi əsaslarının başlanğıcı olmuşdur. Lakin bu başlanğıc düzdürmü? İlkin əsasdırmı? Yəni astrofiziklər düzgün yoldadırlarmı? Çünki işıqlığı və kütləni əsas götürərək və Günəşlə müqayisə edərək hesablanan ulduz parametrləri astronomiyada özünə yer tapmışdır. Astrofiziklərin təsəvvürlərinə görə Günəşin atmosferindən əlavə onun əsas kütləsi nüvəyə, radiusu 1/3-dən 3/2-yə qədər olan zonası şua deyilən qata və bu qatdan yuxarıda radiusun 1/3 hissəsi qədər olan zonası isə konvektiv zonaya bölünür və şua zonasında yaranan elektromaqnit enerjisi kvantların ardıcıl olaraq udulması və şualanması yolu ilə üst qata verilir. Konvektiv zonada isə səthə doğru qalxdıqca temperatur azalır və mayenin qaynamasındakına oxşar konveksiya prosesi gedir.